Vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində Aynanın mütəxəssisləri tərəfindən təhlillər aparılıb, yolun həndəsə ölçüləri, parklama tələbatı və hərəkət intensivliyi öyrənilib. Ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib. Qeyd olunan ərazidə yaşayan sakinlərin parklama tələbatı, nəqliyyat intensivliyi nəzərə alınaraq, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşkil edilməsi məqsədəuyğun hesab edilib.